Salam, bugün sənin üçün çox maraqlı bir mövzumuz var. Jared Diamond'un o məşhur Çöküş kitabı var ha. Bəzi cəmiyyətlər niyə məhv olur, digərləri necə davam gətirir? Bax, onun əsasında hazırladığım mənbələrə baş vuracağıq. Bəli, çox əhatəli bir kitabdır. Sual budur ki, niyə bəzi o parlaq sivilizasiyalar, necə deyərlər, tarixdən silinib, amma bəziləri isə bütün çətinliklərə baxmayaraq hələ də yaşayır. Bax, bunun səbəblərini araşdıracağıq. Tamamilə. Bu, əslində hər dövr üçün aktual bir sualdır. Və Diamond kitabında bunun üçün, belə deyək, 5 əsas faktor irəli sürür. 5 faktor. Hansılardır onlar? Deməli, birincisi ətraf mühitə vurduğumuz ziyan, ikincisi iqlim dəyişikliyi, sonra düşmən qonşularla münasibətlər. Hə, Dost ticarət tərəfdaşlarından dəstəyin kəsilməsi də var. Amma ən əsası, beşincisi, bütün bu problemlərə cəmiyyətin özünün necə reaksiya verməsidir. reaksiya. Deməli, əsas məsələ budur. Bəli, mənbələrdəki nümunələr də bunu çox aydın şəkildə göstərir. Bu faktorlar necə işləyir, nəticələri nə olur? Elədirsə, gəl ən çox danışılan nümunələrdən birinə baxaq. Pasxa adası. Həmişə bu misal çəkilir. Orada nə baş verib əslində? Mənbələr nə deyir? Pasxa adası. Həqiqətən də bu öz ətraf mühitini, yəni resurslarını düşünmədən istifadə etməyin klassik, faciəvi bir nümunəsidir. Necə yəni? Təsəvvür et də, bir vaxtlar ora sıx meşələrlə örtülü bir adaymış. Palma ağacları, başqa bitkilər. Amma sakinlər o nəhəng daş heykəlləri var ha, muayillər. Hə, o məşhur heykəllər. Bax, onları tikmək, sonra da daşımaq üçün, həm də gündəlik yanacaq, qayıq düzəltmək üçün ağacları kəsməyə başlayıblar. Diamond deyir ki, bu birdən-birə olmayıb, tədricən baş verib. Yəni, özləri də hiss etmədən. Bəlkə də əvvəl hiss etməyiblər, amma nəticə etibarilə, deməli, bütün meşələr yox olub, tamamilə. Və sonra? Meşə olmayanda nə olur? Sonrası faciədir. Meşə olmayanda əvvəla böyük qayıqlar, kanolelər düzəldə bilməyiblər. Dənizə çıxıb balıq ovlamaq çətinləşib. İkincisi, ağac kökləri olmayanda torpaq eroziyaya uğrayıb, yuyulub gedib. Kənd təsərrüfatı üçün yararlı torpaq azalıb. Bu da yəqin ki, aclığa gətirib çıxarıb. Məhz elə. Nəticə. Dəhşətli aclıq, əhalinin sayının kəskin azalması, sosial nizamın pozulması, hətta bəzi mənbələrdə yamyamlıq iddiaları belə var. O möhtəşəm müayilələr isə bəlkə də yanlış prioritetlərin, yəni qısa müddətli bir prestij üçün uzun müddətli yaşamı qurban verməyin bir növ simvoluna çevrilib. Çox kədərlidir həqiqətən. Amma kitabda deyəsən başqa nümunələr də var. Yəni, bu bütün cəmiyyətlərin sonu belə olmalıdır demək deyil, eləmi? Fərqli yol seçənlər də olub. Diamond da bunu vurğulayır ki, çöküş qaçılmaz deyil, seçimlər var. Məsələn, Tokugawa dövrü Yaponiyası tamamilə fərqli bir mənzərədir. Yaponiyada nə olub ki? Onlarda da oxşar problem olmayıb? Olub, əlbəttə olub. Onlar da meşələrin həddindən artıq qırılması problemi ilə üzləşiblər. Kömürə, tikintiyə çox ağac gedib. Amma, bax, Pasxa adasından fərqli olaraq, Yaponiyada güclü, mərkəzləşmiş hökumət var idi, şogunluq. Və onlar vəziyyətin ciddiliyini anlayıb, çox qəti addımlar atıblar. Nə kimi addımlar? Deməli, kitabda qeyd olunur ki, çox sərt meşə idarə etməsi qaydaları tətbiq ediblər. Kimin harda, nə qədər ağac kəsə biləcəyini müəyyənləşdiriblər. Ən əsası, kütləvi ağac əkmə kampaniyaları təşkil ediblər. Oduncaqdan daha qənaətlə istifadə yollarını araşdırıblar. Məsələn, kömürdən istifadəni optimallaşdırıblar. Deməli, problemə vaxtında reaksiya veriblər. Bəli, bu yuxarıdan aşağı idarə etmənin və ən əsası uzun müddətli düşüncənin necə fərq yarada biləcəyinin əla nümunəsidir. Görsən, problem eyni ola bilər, meşələrin azalması. Amma reaksiya fərqli olanda nəticə də tamamilə fərqli olur. Yaponiya çöküşdən yayına bildi. Maraqlıdır. Yaxşı, bəs bütün bu tarixi nümunələr bizim dövrümüz üçün nə deyir? İndi də eyni təhlükələr var, mənbələrdə müasir dünyadan da misallar var idi deyəsən. Təəssüf ki var, həm də necə. Diamond göstərir ki, bu problemlər təkcə keçmişdə qalmayıb. Bax, Montana, ABŞ-ın nisbətən zəngin, əhalisi az olan bir ştatıdır, elə deyilmi? Amma orada da ciddi problemlər var. Mədənçilik fəaliyyətinin yaratdığı çirklənmə, su ehtiyatları üstündə gedən mübarizələr, torpağın keyfiyyətinin aşağı düşməsi. Çin isə, təbii ki, daha böyük miqyasda. Hava və su çirklənməsi,
meşələrin sürətli azalması, torpaqların şoranlaşması. Bunlar göstərir ki, Diamond'ın o 5 faktoru, xüsusilə də ətraf mühitə təsir və bizim buna reaksiyamız bugün də bəlkə də həmişəkindən daha çox aktualdır. Problem təkcə resursun azlığı deyil, həm də onu necə idarə etməyimizdir, eləmi? Tam olaraq, idarə etmə, seçimlər, prioritetlər. Bəs məni ən çox düşündürən bir şey var. Niyə bəzən cəmiyyətlər hətta problemi görə-görə də düzgün addımı atmır? Sanki bilə-bilə pis qərarlar verilir. Kitabda buna rasional pis davranış deyilirdi, səhv etmirəmsə. Bu nə deməkdir? Hə, bu çox vacib və mürəkkəb bir məqamdır. Rasional pis davranış. Bu o deməkdir ki, bəzən müəyyən qruplar və ya fərdlər üçün qısa müddətli şəxsi mənfəət əldə etmək, ümumi cəmiyyətin uzun müddətli rifahına zidd olsa belə daha rasional görünür. Necə yəni? Məsələn, düşünün ki, bir sənaye sahəsi ətraf mühiti çox çirkləndirir, amma böyük gəlir gətirir və çoxlu iş yeri təmin edir. Hökumət də onu subsidiyalarla dəstəkləyir. Hamı bilir ki, uzun vədədə bu çirklənmənin fəsadları böyük olacaq, sağlamlıq problemləri, ekosistemin pozulması və s. Amma qısa müddətli iqtisadi mənfəət və siyasi maraqlar, məsələn işsizliyin artmaması, o qədər güclü olur ki, o zərərli fəaliyyət davam etdirilir. Bu bir növ rasional görünən, amma əslində kollektiv şəkildə pis olan bir davranışdır. Yaxud ümumi sərvət olan balıq ehtiyatlarının həddindən artıq ovlanması. Hər bir balıqçı öz mənfəətini maksimallaşdırmağa çalışır, amma nəticədə hamı uduzur, çünki balıq ehtiyatı tükənir. Aydındır. Şəxsi maraqlar ümumi mənafiyə qalib gəlir. Bəs bir də o dəyərlər məsələsi var idi. Dərin kök salmış inanclar, adətlər. Bunlar necə mane olur? Qrinlandiyadakı o skandinavlar, Norslar, onların hekayəsi çox təsirli idi. Nə baş vermişdi onlarla? Deməli, Norslar Qrinlandiyaya təxminən 10-cu əsrdə gələndə özləri ilə Avropadakı həyat tərzlərini gətirdilər. Kənd təsərrüfatı, mal-qara saxlamaq, xristianlıq, Avropa tipli evlər tikmək. Başlanğıcda iqlim bir qədər mülayim idi, işlər pis getmirdi. Amma sonra kiçik buz dövrü başladı, iqlim kəskin şəkildə soyudu. Və onların üsulları işləmədi. İşləmədi. Otlaqlar azaldı, mal-qara qırıldı, kənd təsərrüfatı iflic oldu. Amma maraqlıdır ki, onların qonşuları olan İnuitlər, Eskimoslar, o sərt şəraitə çox yaxşı uyğunlaşmışdılar. Onların mükəmməl ovçuluq texnikaları vardı. Dəniz məməlilərini, su itləri ovlamaq üçün harpunlar, kayaklar, isti geyimləri, iqloları vardı. Yəni, sağ qalmaq üçün lazım olan biliklər və texnologiyalar yanı başlarında idi. Amma Norslar bunları qəbul etmədilər. Yox, çox az dərəcədə bəlkə neysə öyrəndilər, amma əsasən öz Avropalı kimliklərinə, xristian dəyərlərinə, o mal-qara saxlamaq israrlarına o qədər möhkəm yapışdılar ki, İnuitləri bütpərrəst, vəhşi hesab edirdilər, onlardan nəsə öyrənməyi özlərinə sığışdırmırdılar. Nəticədə nə oldu? Soyuq, aclıq və təxminən 15-ci əsrdə Qrenlandiyadakı Nors koloniyası tamamilə yox oldu. İzləri belə qalmadı. Dəhşətdir. Deməli, öz dəyərlərinə, kimliklərinə bağlılıq onların məhvinə səbəb oldu. Belə demək olar. Bu, onu göstərir ki, dəyərlər vacibdir, amma şərait dəyişəndə uyğunlaşa bilməmək, köhnəlmiş düşüncə tərzində israr etmək fəlakətə apara bilər. Çeviklik olmalıdır. Yaxşı, bütün bu müzakirələrdən, bu nümunələrdən sonra əsas nəticə nədir? Yəni, cəmiyyətlərin çöküşü alın yazısıdır, yoxsa bunun qarşısını almaq mümkündür? Əsas və ən ümidverici nəticə odur ki, yox, çöküş qətiyyən qaçılmaz bir tale deyil. Bu demək olar ki, həmişə cəmiyyətlərin öz seçimlərinin nəticəsidir. Onların üzləşdikləri çətinliklərə, istər ekoloji olsun, istər sosial, istər iqtisadi, necə cavab verməyi seçmələrinin birbaşa nəticəsidir. Baxın, Paskal adası, Qrenlandiya Norsları uğursuz adaptasiyanın, yanlış seçimlərin nümunəsidir. Amma Tokugawa Yaponiyası, yaxud kitabda adı çəkilən Yeni Gvineya dağlıları kimi cəmiyyətlər var ki, onlar öz çətin şəraitlərində uzunmüddətli davamlılığı təmin edən yollar, strategiyalar tapa biliblər. Deməli, əsas məsələ? Əsas məsələ seçimlərdir. Uzunmüddətli planlaşdırma qabiliyyətidir. Situasiyaya uyğunlaşmaq bacarığıdır və bəzən də həqiqətən cəsarət tələb edən qərarlar verə bilən liderlikdir. Bunlar həyati əhəmiyyət daşıyır. Bizə həm bir xəbərdarlıqdır, həm də əslində bir ümid verir. Çünki göstərir ki, fərqli yol seçmək mümkündür.
Tamamilə doğrudur. Dərslər çıxarmaq lazımdır. Onda bugünkü müzakirəmizdən sonra bəlkə də sənin üçün də belə bir sual qalır. Hansı qısa müddətli maraqlara və ya hansı köhnəlmiş, dəyişməz hesab etdiyimiz dəyərlərə görə öz uzun müddətli gələcəyimizi, sağ qalma şansımızı riskə atırıq? Çox dərin sualdır. Hər kəsin düşünməsi lazım olan bir sual. Bəli, bu həqiqətən üzərində düşünməyə dəyər. Ümid edirəm bugünkü söhbətimiz sənin üçün dəyərli oldu. Əgər bu dərin müzakirə, bu araşdırma sənin üçün faydalı oldusa, bizi izləməyə davam etmək üçün kanalımıza abunə olmağı, bu bölümü bəyənməyi unutma. Növbəti araşdırmalarımızda görüşənədək.